Uşaqlar 113-ə baxırıq. Bizdən DOB-ni soruşur. Əvvəla görək DOB hansıdır? D, O və B. Yəni bizdən, baxın, bu bucağı soruşur. İlk öncə əlimizdə olan bucaqlara baxırıq. Burada bir 90 dərəcə varımızdır, bax bu. Yəni düz bucaq bilirik neçə dərəcədir? 90 dərəcə. Bu 90 dərəcəni, baxın, bu formada verib, bax. Bax, demək olar, 90 dərəcəni bu formada verib. Əla. Bura yazdım 90. Buranı da bilirəm ki, neçə verib? 64. Mən açıq bucağın 180 dərəcə olduğunu bilirəm. Əgər bura ümumi 90 ilə 64-ü toplasam, eləyəcək 154. Əla. Bura ümumilikdə oldu 154. Yerdə neçə dərəcə qalacaq? Çünki baxın, açıq bucağımızı belə verib. Buranın deyir 154-dür. Bura nə qədər qalır? 180-dən 154-ü çıxsam, qalacaq 26. Əla, 26. Və buradan bir tənbölən gedir. Düzdür? Bax, eyni bərabər hissəyə bölüb. Yəni, bura 26 qalırsa, bərabər hissəyə bölübsə, bunun biri 13-dür, bu da 13-dür. Əla. Bunları aldıq. Deməli, bizdən də hansı bucağı soruşurdu? D, O, B-ni. Düzdür? 90 buradır. 13 də buradır. Deməli, bu bütöv bu bucaq nə qədər olacaq? 90 plus 13 bərabərdir 103 dərəcə. Vəssalam. C variantı.